Stres cinsi istəyi necə söndürür? Bir çox kişilər problemi yanlış yerdə axtarırlar. Elə bilirlər ki, səbəb yaşdır, yorğunluqdur və ya nə vaxtsa bu hal keçib gedəcək. Amma əksər hallarda səbəb stres olur. Stres olanda bədən təhlükə rejiminə keçir. Bu vəziyyətdə bədən üçün çoxalma və cinsi aktivlik vacib sayılmır və avtomatik olaraq bunu atır ikinci plana. Stres zamanı orqanizmdə kortizol hormonu artır. Kortizol yüksək olanda isə testosteronun fəaliyyəti zəifləyir. Testosteron zəifləyəndə də ilk dəyişən məhz cinsi istək olur. Yəni problem təkcə fiziki deyil, siqnallar beyində də zəifləyir. Bununla yanaşı yuxu keyfiyyətsiz olur, səhər yorğun oyanmağa başlayırsınız, diqqət azalır, əsəblilik isə artır. Əgər uzun müddət özünüzü istəksiz, yorğun, halsız, tükənmiş hiss eləyirsinizsə, bədənin əlavə dəstəyə ehtiyacı ola bilər. Sizə premium nutrispermini tövsiyə eləyirəm. Qida əlavəsidir, dərman deyil. Tərkibində ginsek, maka kökü, maura pauma və epimedium kimi bitkilər var. Bu bitkilər bədəndə enerji istehsalını artırmağa, stresə adaptasiyanı gücləndirməyə və psixoloji gərginliyi azaltmağa kömək eləyir. Premium nutrisperminin üstün cəhətlərindən biri də odur ki, o yalnız mexaniki təsir göstərmir. Yəni qısa müddətlik effekt yaratmır. Bədənin öz hormon balansını dəstəkləyir və yavaş-yavaş bədəni gücləndirir. Tərkibində vitamin və mineralların olması da ümumi bədən üçün yaxşıdır. Enerji səviyyəsini yüksəldir və bunun fonunda cinsi istək də yavaş-yavaş öz qaydasına düşür. Yenə də deyirəm, dərman vasitəsi deyil, qida əlavəsidir. Nutriko.az saytından və əksər apteklərdən əldə eləmək mümkündür. Eyni zamanda bir market və Volt mobil tətbiqlərindən də əldə eləyə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi unutmayın.